Salam aleyküm şeyx. Aleyküm salam, Şorkat. Şeyx, bugünkü sual-cavabı ailə məsələləri haqqında vermək istəyirik. Bəli, həm çoxlu suallar gəlir o barədə, həm də cəmiyyətdə bu şeylərin cavabına ehtiyac yarandığı görünür. Əvvəla başlamaq istəyir ki, evlənməkdə yaş həddi hansı yaş həddidir? Həm oğlan üçün, həm qız üçün. Bilirsiniz, evlənməkdə əsas, yəni qız və oğlan həddi buluğa çatdı, evlənmək artıq icazəlidir. Lakin o qayda bilirsiniz zamana, məkana. İnsanlar fərqlənir onda. Zamanla fərqli ola bilər, məkanla fərqli ola bilər. O baxır vəziyyətə. Onunla götürülür. Müəyyən hədd demək çətindir. Yəni demək ki, 18 yaşında, 25 yaşında, 30 yaşında. Onu demək çətindir. Qabaq məsələ tez ərə gedirdilər qızlar, oğlanlar da tez evlənirdilər və heç bir problem olmurdu. İnsanlar işləyirdilər və s. Təbii ki, indiki zamanda heç kəs işləmir, işləməyi də istəmir. İşləyən azdır. Və görürsən ki, hətta müəyyən bir yaşda evlənirlər, lakin maddi cəhətdən sıxıntılar olur ailədə. Görürsən, səbəb olursa söhbətə, ayrılmağa səbəb olur. Ona görə bu məsələlər bilirsiniz, təyin eləmək zamanlandır, məkandan, bir də vəziyyətlə. Bəli. Aydın. Həmçinin evliliyin şərtləri nələrdir? Evliliyin şərtləri odur ki, insan ətəblat çatsın və fiziki cəhətdən gücü olsun, sağlamlığı olsun və həmçinin də ailəni dolandırmağa gücü olsun. Əgər bunlar varsa, elhamdülillah. Bəli. Aydın. İstər kişi, istərsə də qadın, həyat yoldaşını seçərkən nələrə fikir verməlidir? Bilirsiniz, əsas dinə düzdür, dinə. Amma bir dənə dini tutub necə gəldi evlənmək də düzgün deyil. Baxmalısı heç olsa ürəyə yatan olsun. Ürəyə yatan olsun. Tələsmək lazım deyil. Tələsmək lazım deyil, bəli. Valideynlərin yeni qurulmuş ailəyə müdaxiləsi hansı həddə olmalıdır? Evlilikdən öncə və ya evlilikdən sonraki halda belə? Bilirsiniz, valideynlər ümumiyyətlə ailə məsələsinə toxunmağı, qarışmaları düzgün deyil. Çünki çox vaxt qarışanda çox vaxt boşanma baş verir. Yəni boşanmaların müəyyən bir hissəsinə baxanda səbəb ailələrin bir-bir o ailənin işinə qarışmaqlarıdır. O da səbəb, ən böyük səbəblərdən biri. Ona görə əksinə problem olanda nəsihət edə bilərlər. Amma qaldı ki, işlərinə qarışsınlar, sadəcə düzgün deyil, düzgün deyil. Evlilikdən öncəki, yəni məqsəd toydan qabaq, toydan öncəki adət-ənənələr, bunların münasibət necədir İslamda? Bilirsiniz, əsas adətlərdən nədir? Şəriətə zidd olmasın. Əgər şəriətə zidd deyilsə, yəni yaşadığın yerdə adət necədir, elə də elə. Məsələn, amma əsas nədir? Əsas oğlanla qız bir-birlərini görsünlər. Əsas da qız tərəf razı olmalıdır, atası, vəlisi, halalı olmalıdır. Bəli. Bəziləri elə başa düşür ki, məsələn, gənc ailə, evlənmək istəyən ailə, şəriətlə yaşamaq seçən bir şəxs evlənəndə toy eləmək istəmir. Yəni belə deyək də, cəmaatın dediyi kimi toy eləmək istəmir. Onu adətlərinə düşmək kimi qələmə verirlər. Əslində toy İslam adətində varmı? Bilirsiniz, bilirsiniz var. Toy nə deməkdir? İnsan ali Quranda yəni şənlik eləmək. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, heç olmasa bir dənə qoyun kəs. Daha 50 dənə yox. Bir dənə qoyun kəsmək də kifayət eləyir. Yəni toy təbii ki 1000 nəfər və s. İndi toylar biraz belə məcrasından çıxıb əsl məcrasından. Yəni orada insanlar özlərini göstərirlər. Bu toya mən yaxşı elədim. Nə bilim bu belə elədi. Pul yığmaq məqsədidir. Mən hər toylara pul atmışam, indi gəlib hamısı mənə elə bir borcdur. Toylar borca çevrilib. Biraz insanlarda baxış dəyişilib. Sadəcə bu nə qədər sadə olsa, o da yaxşıdır. Çünki əslində kim ki onu yaşayıb görür ki, xeyli da pul çıxır. Həm qızdan, qız tərəfdən, həm oğlan tərəfdən. Yəni kimin imkanı zəifdir, biraz sıxılır. Kimin imkanı var, həddi aşır. Sadə olsa yaxşıdır. Sadə. Sadələşməkdə həm də insanlar münasibətləri pozulmaz. Həm alçaq kiməsə baxmaz, kiməsə belə yuxarıdan baxmaz. Həmçinin ailə qurmaq rahatlaşar. Ailə qurmaq rahatlaşar. Çünki bu saat nə baş verir? Böyük fəsadlar var. Yəni çox bahalı toylar da keçir, çox bahalı. Düzdür, yəni kimin pulu var özü bilər. Ancaq nə bilim, əsas bilirsiniz, düzgün seçim deyil, düzgün uşaqlar xoşbəxt olsunlar. Əsas odur. Valideyn onu çalışmalıdır. Amma çox vaxt valideynlər onu fikirləşmir. Fikirləşir, məsələn, toyunda 2000 adam çağırsın. Çox pul yoxsun və ya desinlər mən belə. Və ya qışda məsələn masanın üstündə gilas və s. Bu dəhşət toyladır. Bunlar hamısı cəmaata özünü göstərməkdir başlama. Riyakarlardan başqa bir şey deyil bunlar hamısı. Ümumiyyətlə sadə olmaq lazımdır. Sadələşməlidir hamısı. Əlhamdülillah bu saat yaşlarda bunu biz müşahidə edirik. Dövlət səviyyəsində artıq bu məsələlər artıq tətbiq olunur, əla. Hansı ki biz o vaxtdan deyirdik. Lakin ev etməz, əlhamdülillah. Amma indi toy məsələləri də düzəliş verilsə daha yaxşı olar. Bəli. Kəbin məsələsi, kəbinin şərtləri necədir İslamda? Kəbində əsas kəbin vacibdir. Kəbinsiz halallıq olmur. Bəziləri deyir ki, valideyn icazə versə halaldır, yox. Kəbin xüsusi məclisdir. Xüsusi məclisdir. Orada birinci adam məhdud adam olur, ikinci əsas adamlar olur. Orada danışıb gedir. Hər tərəf deyir ki, mən verdim, o birisi tərəf deyir ki, mən qəbul etdim. Və ya bunu sözlə deyirlər, və ya imzanla deyirlər, və ya razılıqla bildirirlər. Həmçinin şahidlər olur. Həmçinin orada mehir təyin olunur. Yəni xüsusi məclisdir bu. Bu olmalıdır. Kəbin vacibdir. Kəbinsiz halallıq alma olmur. Bəli. Mehir dediniz. Mehir nədir? Mehir yəni mehir miqdardır. Yəni o qıza verilir. O qızın payıdır. O qızın payıdır və boşanma baş verəndə də əgər olsa gələcəkdə qadın ancaq o mehri götürə bilər.
mehrini götürə bilər, çünki mehr onundur. Amma indi bunu səbəb götürüb mehri çoxaltmaq da düzgün deyil. Bəzi ölkələrdə şahid olduq ki, məsələn, mehrin baha olmağı görürsən, ailə həyatları qurulmağına da əziyyət, çətinlik baş verir və görürsən, həm qız, həm oğlan artıq ömründən neçə il yaşayıb, 30-40 il hələ evlənməyiblər. Səbəb, ən böyük səbəblərdən biri mehirdir. Mehrin baha olmağı. Mehir qızın payıdır, onu qız təyin eləyir, bəli. Həmçinin belə evli yaxınlıq suallarından çox keçir. Qadın və kişi bərabərliyi, ailə daxili. Orada da belə bir maraqlı məqam çıxır ki, əgər bərabərlik varsa, çoxsu bunda məsələn ibadət edən qadınlar bu iddianı irəli sürürlər ki, bərabər olmalıyıq. Niyə onda biz özləri mehri tələb edərkən qarşı tərəfə mehri verilmir, yəni ancaq kişi verir mehri. Amma iddia olunanda isə bir tərəfli istəyirlər. Yox, bilirsiniz, qadınla kişi müəyyən həddə bərabərlik ola bilər. Müəyyən həddə məsələn ibadətdə, savab qazanmaqda və s. Allah fərqləndirməyib onda. Amma müəyyən həddə sərhəd var. Lakin sərhədi keçəndə kişinin yeri böyükdür, yeri qabaqdadır. Olmaz. Bu bərabərçilik və s. siz bilirsiniz, bolşeviklərlə və s. gəldi. Onlar gətirdilər bunu. Ona görə hər şey aləm çorunda, hər bir-birinə. Yəni kişilərin hörməti qalmadı. Qadınlar kişilərdən üstün oldular müəyyən qədər. Həddindən artıq çox ifrata vardılar təbii ki bu bərabərlikdə. Kişi üstündür qadından. Kişi üstündür, bir pillə üstündür. Amma bu o demək deyil, bu qadının alçatmaq üçündür və s. Yox, çünki qadın zəifdir kişiyə baxanda bəzi məsələlərdə. Ona görə bu təbiidir. Ona görə məsələn görürsən ki, qadın gedir nəsə qab yuyur və s. O təbii, onun təbiətindən gəlir o. Təbiətini Allah elə yaradıb. Kişini isə belə yaradıb. Sadəcə təbiəti, o nizamnaməni pozurlar. Pozulanda da aləm qarışır bir-birinə. Bəli. Aydın. Kəbindən söz düşmüşkən vəli kəbində şərtdir. Bəli, əsasən qız tərəfindən vəli şərtdir. Peyğəmbər sallallahu əleyhi və səlləm bildirib ki, vəli olmayan kəbin batıldır. Hətta 3 dəfə təkrarlayıb. Aydın. Vəli və şahidlər, 2 şahid. Aydın. Vəli qız tərəfindən əsas olmalıdır. Ata tərəfdən kimsə. Ata tərəfdən ki, ata, əmi, əmoğlu, baba, bu kimi, bəli. Qardaş, bəli. Evlənəcək gənclərin bir-birini görməsi məsələsi necə nizamlanır? Bilirsiniz, təbii ki, bir-birləri görmədilər. Nizamlanır, bəli ki, bir yaxınlarda bir qardaş deyir ki, mən istəyirəm, gedim qız tərəfə, oturum, qız gəlsin, açsın başı, mən o baxım. Deyirəm, hələ yoxdur, hələ yox. Məsələn, ged olar, otur, nəsə, məsələn, gətirsin, çay qoysun və s. O məqamda bax ki, hələ deyil axı. Tutaq ki, birdən sən baxdın, xoşun gəlmədi. Sonra biri də gəldi, mən də baxım. Sonra belə. Gör, nəyə gətirib çıxardır bu? Nəyə gətirir? Birinci bu məsələdə ciddi olmaq lazımdır. İkinci də baxmaq müəyyən həddə. Müəyyən həddə, bəli. Amma lazımdır bir-birini görməyə. Aydın. Misal seçmişsən, herhalde bu təsadüfi misal deyil. Yəni birinci oğlan qızı görməlidir, yoxsa çünki bəzən qadınlar tələb edir ki, birinci mən görüm, bəyənsəm sonra özümü göstərirəm oğlana. Yox, bilirsiniz, ikisi də bir-birini görsünlər, ikisi də. İkisi də bir-birini görsünlər, bəli. Aydın. Həmçinin belə bir söz var, uşaq tərbiyəsinə uşaq olmamışdan başlamaq lazımdır. Bu sözün, bu ifadənin şərhi necədir? Bilirsiniz, ola bilər. Yəni, çünki artıq elə ki, ana bətnində artıq uşaq düşür, yəni alınır uşaq ana bətnində, artıq ana özünə fikir verməlidir. Ana özünə fikir verməlidir. Çünki özünün danışığı, özünü aparmağı, o uşağı da bətnində təsirləyir. Ona görə. Müəyyən qədər düzdür bu fikir, müəyyən qədər, bəli. Uşaqdan söz düşmüşkən, ailələrdə kiçik də olsa bəzən mübahisələrin səbəbi olur ki, uşağa ad qoymaq məsələsi. Bu kimin haqqıdır ailədə? Əslində, ailənin böyüyündə, atada. Ata qərar versin, bəli. Ailənin böyüyü kişidir, ata. Bəli. Kirvə anlayışı necə var mı İslamda? Yoxdur, kirvə anlayışı yoxdur elə şey. Kirvə anlayışı özdə elə fikirləşirlər ki, kirvə oldu qutardı, yəni artıq ev əhli sayılır və s. Elə düzgün deyil. Nəsəb artıq adamı sayılır, nəsəbindən, o nəslindən. Qıraq adam, necə sən nəsəbi kirvənin? Sadəcə adət bəzi rayonlarda olub, o da ermənilərlə deyəsən bağlıdır, Allah bilir. Bəli. Qadın kişiyə, mən sənin ailənlə yaşamaq istəmirəm, şərti qoya bilərmi? Şərt yox, istəyə bilər. İstəyə bilər ki, mən məsələn ayrı yaşayım, istəyə bilər. Amma şərt yox. Bəs yaxşı, əgər kişi qadına ayrı yaşayacaqları haqqında vəd versə, sonradan hər hansısa bir səbəblə, ya maddi cəhətdən, ya ümumiyyətlə kişi öz ailəsinin valideynlərindən ayrılmaq istəmir. Belə bir səbəb təkrar ola bilər və s. Bu səbəblə həmin o vədi yerinə yetirməsə, qadın buna görə boşanma tələb edə bilər. Lazım deyil ona görə boşanma. Ailəni qorumaq lazımdır. Yəni nədir kişi deyir ki, düzdür, söz vermək lazım deyil, söz vermək. İkinci də eləyib söz verib amma eləyə bilməyib. Bu ailənin arasında olan məsələdir qadınla kişinin. Qadın keçməlidir. Qadın keçməlidir onu, bəli. Qadın ərindən icazə almadan qonaq gedə bilərmi və yaxud qonaq çağıra bilərmi? Ümumiyyətlə ərindən icazə alsın sonra. Öz başına olmasın. Ərindən icazə almalıdır. Həm münasibətləri qoruyur, qorunmağa səbəb olur. Həm kişi görəndə ki, qadın belə hörmət edir ona, kişi də ona hörməti saxlayır. Soyumur ondan. Və ümumən icazə almalıdır, bildirsin. Bəli. Hətta əri icazə versə belə qadın evdən tək çıxa bilər sonra? Səfərə gedə bilməz, tək. Amma çölə məsələn əri icazə versə, məsələn nəsə düşməyə, şəhərin içində nəsə almaq eyb etməz. Amma səfərə yox. Səfər qadın tək səfərə çıxmaq onun məsafəsi yoxdur. Səfər desə nə gəlib?
Çünki sual verir ki, yəni qadının tək çıxa biləcəyi səfər məsafəsi nə qədərdir? Səfər indi təxminən sayılır. Səfər namazı qılmaq üçün 70-80 kilometr. Təxminən. Bunlar təxmini namazı. Aynen. Bəli. Həmçinin belə sual var ki, qadının əlinə itaəti nə deməkdir? Yəni bunun sərhədlərin hansılardır? Yəni Allah və Rəsulundan başqalarına itaət məhduddur. Şəriət çərçivəsində, asilikdə yox. Bir dənə mütləq itaət Allah və Rəsuluna aiddir. Amma Allah Rəsulundan başqalarına itaət məhduddur, mütləq yox. Yəni şəriətə zidd olmayan məsələlərdə tabe olmalısan, bəli. Belə məsələlər də olur, bu sualın içində var. Məsələn, kişi qadına bir şey qadağan edir evdə. Bəli, bəli. Hər hansı bir məişət işini qadağan edir. Qadın isə özü müstəqil olaraq hər hansı bir tələbədən soruşur, ona dirək alır. Sonra deyir ki, yox, İslamda bu şey var, sən mənə qadağan edirsən. Amma iki rəy də var, ikisinin dediyi də düzgündür. Bu halda yenə də qadın tabe olmalıdır ərinə. Əgər o rəy mötəbərdirsə, bəli. Əgər mötəbərdirsə, bəli. Yəni səhihdirsə, hələ rəy varsa, tabe olmağı daha məsləhətdir. Ümumiyyətlə çalışmaq lazım qadın ərinə mübahisə eləməsin çox. Bu səbəb olur uzaqlaşmağa bir-birlərindən. Başqa fəsadlar verir. Bəli, bəli. Qadınlar sual verir kimsə hər hansısa bir səhv xəta olanda danışdıqca kişi daha da uzaqlaşır qadından, ya kişi danışdıqca daha da korlanır. Bunun həlli yolu necədir? Həlli budur ki, səbr eləmək bir-birinə, hörmət eləmək, bir-birlərinin xəsiyyətini bilmək, nə xoşu gəlmir çalışsın, eləməsin. Əksinə xoşu gələn şeylər eləsinlər. İnşallah yavaş mehribansız olar. Bəli, bəli. Aynen. Belə bir sual da var burada, düz az baş verir. Bəzi qadınlar ərlərinə deyir ki, mən sənə mütləq itaət etməyə məcburiyyətində deyiləm. Sənin hüquqların olduğu kimi ailə daxilində mənim də hüquqlarım var. Yox, əlbəttə qadın o demək deyir ki, quldur. Yox. Qadın həm həyat yoldaşıdır, həm uşaqların anasıdır. Hər tərəf bir-birlərinə hörmət eləməlidirlər. Yəni qul kimi baxmaq lazım deyil, səhvdir o bu anlayış. Qadın qul deyil ki. Bəli. Həmçinin kişi həyat yoldaşına bildirib, öncədən bildirib, ikinci dəfə ailə qursa və bu halda birinci sonradan fikrini dəyişib, xoşuna gəlməsə boşanma tələb edə bilər. Valla bu məsələ bilirsiniz, əsl budur ki, ailəni qorumaq. Qaldı ki, ikinci dəfə evlənməyə və s. Bu, siz ağır işdir, yəni asan iş deyil. Yəni müəyyən nəsə səbəb olsa ciddi, ona eləmək lazımdır. Onda eləmək lazımdır daha doğrusu. Bunu asanlaşdırmaq belə düzgün deyil. Müəyyən səbəblər olsa ciddi nəsə, hə. Amma əks halda, yəni çalışmaq lazımdır, birinci söz verməmək, şərt qoymamaq heç nə. Həyatdır, bilmir, kim bilmir, bilmirsən necə olacaq. Qadının boşanma tələb etməklə xulu ölməyə arasında fərq var. Qadın boşanmaq qadınların əlində deyil, kişilərin əlindədir. Çünki qadın kişiyə baxanda fərqlidir, biraz zəifdir. Çünki birdən görürsən ki, nə olur deyil, mənə boşa. Mənə boşa. Ona görə şəriət ağıllıdır bizdən. Bunu həvalə edib kişilərə. Qadın sadəcə istəyə bilər boşanmaq. İstəyə bilər. Amma xulu hələ odur. Xulu ona deyirlər ki, boşanmaq qadın tərəfdən kişinin razılığından baş verir. Xulu ona deyirlər, bəli. Orada kişinin üzərinə düşən nələr? Kişi mehri qadın götürmür. Mehir nə qədər? Kişi vermişdi, saxlayır, onun müqabilində ayrı düşürlər, bəli. Birdən əgər boşanma baş versə, uşaqlar xulu və xulusuz fərqi varmı uşaqlar ortada qalır yoxsa anada? Əslində uşaqlar atanındır şəriətdən. Əl-validu lil-firaş. Yəni əslində uşaqlar atanındır gedir. Ona görə atanın soyadını götürürlər. Nisbət edirlər özlərini ataya, atanın əslinə. Amma qadın isə uşaqlar qadının yanında qala bilərlər. Əgər anaya ehtiyac müddəti varsa, məsələn balacadılar, körpədilər. O müddətdə qalır. Böyüyəndə sonra özü necə istəyir elə də edər. Aynen. Bəli. Bu qədər. Sonda isə bu boşanmaların artmağı ilə bağlı, istər ibarət əhlimasını istərsə belə, gənc ailələrə yoxdur bir müddət keçən ailələrə nə nəsiyyət eləyərdi ki, ailələrin möhkəm saxlamağı ilə bağlı? Nəsiyyət eləyirəm ki, bilirsiniz, bir-birinizə hörmət eləyin. Çalışın ailəni qoruyun. Valideynlər müdaxilə eləməsinlər. Valideynlər müdaxilə eləməsinlər. Lazım deyil valideynlərə demək. Əsasən qız məsələn nə oldu, zəng eləyir, anasına başlayır hər şey danışmağa. Bir-birlərini hörmət eləsinlər, bir-birlərini haqqını bilsinlər, bir-birlərini yerlərini bilsinlər, bir-birlərinə səhv olanda keçə bilsinlər, bir-birlərinə kömək olsunlar. Belə olsa, təbii ki, Allahın izni ilə mehribansızlıq olar. Allah razı olsun. Allah razı olsun. Salam aleyküm. Aleyküm salam.